İranda Azərbaycan məsələsi İran coğrafiyasında beynəlxalq gündəmə gəlsin. Bir. Bu olduqca vacib məsələdir. Hətta ona da nail olmaq lazımdır ki, ya sürətlə, ya tədricən bu məsələ orada prioritet məsələ kimi gündəmə gəlsin. Təəssüf ki, bu hələ ki, indiki vəziyyətdə belə deyil. Bunun üçün Azərbaycan həm Azərbaycan Respublikası ictimaiyyətinin, həm də İranda yaşayan Azərbaycan türklərinin özəlliklə onların milli demək, təşkilatlarının, xadimlərinin, hərəkat nümayəndələrinin üzərinə bir çox böyük bir vəzifə düşür. Nədən ibarətdir? Yəni biz məsələn mən həmişə bunu qeyd edirəm, Azərbaycan vətəndaşı olaraq Azərbaycan dövlətindən, onun liderindən tələbimiz ondan ibarətdir ki, bu məsələni gündəmizdə saxlasın və bu məsələ bizim soydaşlarımızın məsələsidir, bu bizim konstitusiyamızdan, demək, qanunlarımızdan, soydaşlar haqqında qanunlarımızdan, digər başqa qanunlardan bizə qarşı təhdidləri və təhlükəsizliyimizə qarşı təhdidlərin ümidlərdən qaldırılmasına gələn bir məsələdir. Eyni məsələni demək, cənubdan da demək, bu cür çağırışlar, bu formda olunmuş müraciətlər Azərbaycan dövlətinə gəlməlidir. İkinci, yenə bununla paralel olaraq bu məsələnin beynəlxalq təşkilatlar qarşısında indi onların bugün nə dərəcədə proseslərə təsir etmək gücünün azalıb çoxalmasından asılı olmayaraq Birləşmiş Millətlər Təşkilatından tutmuş digər təşkilat Azərbaycan məsələsini demək, gündəmə gətirilməsi istiqamətində işlər demək, görülməlidir. Konkret olaraq bir sıra məsələlər var ki, konkret addımlar tələb edilməlidir. İctimaiyyət olaraq, mən dövlət tərəfindən bunu demirəm. Məsələn, deyək ki, İranda xaricdə yaşayan demək, bu o cümlədən Azərbaycan mühacirətində olan şəxslərə demək, amnistiya verilməsi məsələsinə nail olmaq lazımdır ki, o qüvvələr İrana qayıda bilsinlər. Yeri gəlmişkən, mən belə bir amnistiyanın Azərbaycan içində verilməsinin artıq aktual olduğu qənaətindəyəm ki, bizim də xeyli xaricdə yaşayan və gəlməyə ehtiyatlanan müəyyən və ya süni olaraq və ya təbii və haqlı olaraq insanlarımıza da paralel bir amnistiyanın verilməsinə demək ehtiyac var. Və nəhayət proseslərin ən böhranlı halı ki var ki, orada xaos yarana bilər, bu kifayət qədər realdır. Xaos vəziyyətində Azərbaycan silahlı qüvvələrindən istifadə olunmaq daxil bütün senarilər nəzərə alınmaqla konkret bütün məsələlər üzrə demək, plan, konkret hazırlanmalıdır, planlar hazırlanmalıdır və Azərbaycan cəmiyyəti və Azərbaycan Respublikasının cəmiyyətini nəzərdə tuturan bu cür böhranlı vəziyyətlərə də uyğun şəkildə hazır olmalıdır.